biraz zəif idi, çox şövqlü adam değildi. Zarafatca, yarı zarafat, yarı doğru dedi ki, sən məndən qabaq şəhid olacaqsan, gəl bir oradan mənə danışarsan. O da gülürdü, zarafata salırdı. Deyir, şəhid oldu, sözü sən demə yadındaymış. Gəlir yuxusuna, deyir, yadında da söz vermişdim, gəldim. Deyir ki, elə o məqamda soruşdum ki, o ki deyirlər şəhidlər Allahla görüşəcəkləri, Allahla görüşdüm. Deyir, heç nə demədi, amma nə görüşdüm, belə dedi bir də. Deyirlər, bu amma nə görüşdüm dedi. Onun o halı mənə yuxuda bir zərrəsini hiss elədim. Dincliyi əlindən çıxdı, deyir, halı dəyişdi, həyatı dəyişdi. Tamam və bir neçə müddət sonra o da şəhid oldu, şəhadətə çatdı. Qala bilmədi artıq. Həqiqətən belədir. Adam bir zaman olur ki, qala bilmir artıq, sığa bilmir, yaşaya bilmir o şəkildə.